Illinois ştatındakı Bastian İnstitutunun alimi Robert Bastian tərəfindən Milli Tibb Kitabxanasında nəşr olunan bir sıra təcrübi hallardan sonra gəyirmə sindromu kimi də tanınan retrograd krikofaringeal disfunksiya rəsmi olaraq 2019-cu ildə tibbi patologiya kimi tanınıb. O vaxtdan bəri problemlə bağlı məlumatlılıq artıb və təxminən 35 min üzvü olan onlayn pasiyent bazası yaranıb. Gəyirə bilməmə diaqnozu endoskopiya müayinəsi ilə qoyulur. Əsas müalicə krikofaringeal əzələyə botulinum toksininin, botoksun yeridilməsidir ki, bu da gəyirmə hissini rahatlaşdırır və oradan havanın keçməsini təmin edir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin maliyyələşdirilməsini tələb edən petisiyaya görə hazırda yalnız məhdud sayda həkim bəzi özəl provayderlərdə 3621 avro, yəni təxminən 6600 manata başa gələn proseduru təklif edir. Müalicə olunan insanların təxminən 90%-i gəyirməyə başlayır və botoksun təsiri 6 ay davam eləyir.